Zoba qarşı, qaytarma otu çox gözəl təsir edir, bax o qarışıq olur. Mən o xəstələri qaytarma ilə qurtarmışam. Hansı ki, qalxır, düşür, xəstə özü pis vəziyyətdədir. Bəli. Mən demişəm, dərmanını iç, amma bax bu qaytarmanı da iç. Qaytarmanı da içirlər. Adı qaytarma otudur. Bəli, qaytarma otu. Mən ondan cöfər də düzəldirəm, ən çox. Cöfər düzəldəndə daha rahat oluram, çünki doza artıq mənlikdir. Mən orada müəyyən damcı verirəm, içir. Deyirəm, ondan sonra get yoxlan. Gedir yoxlanır, gör ki, normaya düşüb, xəstə sevinir. Yəni, qaytarma otu çox yaxşıdır. Zəhərli zoblarda quşqonmaz bitkisi yaxşı təsir göstərir. Quşqonmaz bitkisi, bilirsiniz, o hüceyrə daxili, kapillər daxili maddələr mübadiləsini, qan dövranını, kapillər daxili, üzr istəyirəm, çaşdım, kapillər daxili qan dövranını tənzim edirlər. Ona görə, bax, ondan istifadə etmək lazımdır, quşqonmaz bitkisinə. Bax, ondan dəmləyib içsinlər. Dəmləyib içəndə heç bir fəsad olmur. Yəni, yenə də biz dəmləyib çayı içəndə, çayda məsələn çox qüvvətli kafein də var, tiabramin də var. Ondan zəhərlənib ölmürük ki, amma kafeinin yüksək dozada zəhərlənə bilər. Çayda bir qaşıq atırsan, bütün ailə onu içir. Nə zəhərlənmə olur? Həmin bitki də elədir. Bir qaşıq atırsan, dəmləyirsən, içirsən. Ondan nə yodun artması olur, nə azalması, sakitcə köməyi olur. Müəyyən müddət, bir 20 gün içəndə təsirini göstərə bilər. Yəni, onu həkimlər çox elə qadağalar qoymasın.